bugün çox böyük bir layihəyə təkan veririk. Gözəl bir layihə, çox mənalı bir layihədir və ümid edirəm ki, bütün məktəblər qoşulacaq. Kağız gətir, kitab apar layihəsi Bakı Avropa Liseyinin, eyni zamanda Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə start götürür. Gördüyünüz kimi ətrafına xeyli tərəfdaşlar da toplayıb, özəl tərəfdaşlar, dövlət qurumları və bu işdə düşünürük ki, sizin də dəstəyinizlə çox uğurlu nəticələr əldə edəcəyik. Arzum budur ki, bu təşəbbüsə bütün Azərbaycan məktəbliləri qoşulsun. Çünki elə valideyn var ki, elə öz övladına məsələn kitab ala bilmir və yaxud da elə şagird var ki, bütün istədiyi kitabları əldə edə bilmir. Amma o başa düşsə ki, onun istifadə etdiyi kağızlar bir kitaba çevrilə bilər, sevə-sevə bunu edəcək. Kağız gətir, kitab apar layihəsinə start verməsində iştirak edirik və bu çox xoşdur. Ekoloji maarifləndirmənin və ekoloji şuurun formalaşdırılmasında çox böyük rol oynayacaq. Layihənin uğurlu olmasına inanırıq və bütün iştirakçılara uğurlar arzulayırıq. Biz adətən xarici ölkələrə gedəndə oradakı təkrar emalı, çeşidləməni görəndə həsəd aparırıq ki, necə olur orada tullantıları çeşidləyirlər, kağızı ayırırlar, plastiki ayırırlar, metalı ayırırlar, ancaq bizdə o səviyyədə deyil. Amma biz başa düşməliyik ki, bunların hamısı məktəbdən başlayır, tədrislə başlayır, təhsildə başlayır. Layihənin önəmli cəhətlərindən biri də odur ki, bəlkə bugünə qədər hər hansı bir uşaq kağızın mahiyyətinin nə olduğunu və həmin hər gün tulladığımız kağızın bizim üçün, sağlamlığımız üçün nə qədər önəmli olduğunu bir daha düşünürəm ki, anladı və dərk elədi. Biz gecə-gündüz sizin üçün gözəl kitablar çap eləməyə çalışırıq. Sizə maraqlı olan kitablar çap eləməyə çalışırıq. Amma o kitabın bir hissəsi də kağızdır. Hal-hazırda bizim bu layihəmiz o kağızları qorumaqdır. Daha doğrusu təbiəti qorumaqdır. Məsələn, kağızı tullayırıq, o hardasa itir, batır. Yeni kağız üçün biz ağac kəsirik. Amma köhnə kağızımız əlimizdə olsa, biz bir də ağac kəsməli olmayacaq. Biz bu kağızları toplayırıq və təkrar emala göndərib ağacların kəsilməsinin qarşısını alırıq. Təmiz şəhərin bu layihəsi çox xoşuma gəldi. Açığı belə eşidəndən biraz eyforiyadayıq. Sizə təşəkkür edirik. Mütləq düşüncəsindəyik ki, bu layihə davam eləməlidir. Bütün respublikanı əhatə eləməlidir. Təkcə Bakını yox, regionları əhatə eləməlidir. Bütün məktəbliləri bu layihəyə qoşulmağa dəvət edirəm. Təmiz şəhərdən də bu layihəni təklif gələndə biz böyük məmnuniyyətlə qəbul edirik. Kağızlar toplanılır və bunu göstərmək lazımdır. Bütün cəmiyyətə göstərmək lazımdır. O da təbii ki, foto və video vasitəsi olur.